Bugündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Valideynlər üçün əsas məsələlərdən biri də övladlarının asudə zamanlarını səmərəli keçirməsi üçün fəaliyyət tapmaqdır. Bunun üçün bir çox seçim var. Onlardan biri də muzeylərdir. Bəs görəsən şagirdlər muzeylərə gedirlərmi? Ümumiyyətlə muzeylərə maraq necədir? Bu suallara birlikdə cavab tapmağa çalışaq. Muzeylərə getmisiniz? Bəli. Hansı muzeydə olmusunuz? Xalçı muzeyinə getmişəm məsələn. Bəli, Qobustan muzeyində olmuşam. Xalça muzeyinə, Heydər Əliyev muzeyinə getmişəm. Xalça muzeyi, Heydər Əliyev muzeyində, Neon muzeyində. Azərbaycan Xalça muzeyi, İncəsənət muzeyi, Mədəniyyət muzeyi. Heydər Əliyev adında muzeyinə getmişəm. Xalçalar muzeyinə getmişəm. Musiqi alətləri muzeyinə getmişəm. Bir də ki, Şirvanşah muzeylərinə getmişəm. Dəmir yolu muzeyi, Şirvanşahlar muzeyi, Heydər Əliyev muzeyi və Neon muzeyi. Bəs muzeylərə səyahət uşaqlara nə vəd edir? Araşdırmamız çərçivəsində iki fərqli muzeydə olduq. Xalça və İncəsənət muzeyləri. Burada həm uşaqların muzeyi marağını müşahidə etdik, həm də muzey rəhbərliyi ilə həm söhbət olduq. Qış tətili günləridir bildiyimiz kimi və uşaqların bu tətil günlərini muzeydə keçirməsi üçün, xüsusilə bizim, yəni öz muzeyimiz adından danışa bilərəm ki, yəni burada keçirməsi üçün çox gözəl imkanlar var. Bəli, yəni son zamanlar həqiqətən də bu sahədə vəziyyət çox ürəkaçandır. Yəni Azərbaycan Milli İncəsənət Muzeyinin timsalında söyləyə bilərəm ki, günü-gündən uşaqlarımızın muzeyə marağı artmaqda davam edir. Yəni yalnız bu tədbir deyil, biz ümumiyyətlə il ərzində açılan çoxsaylı sərgilərimizin çərçivəsində uşaqlar üçün maarifləndirici proqramlar təşkil edirik. Xüsusi günlərdə, dövlətimiz üçün əlamətdar olan günlərdə çoxsaylı tədbirlər təşkil edirik. Ümumiyyətlə, yəni ki, muzeydə uşaqlar üçün maarifləndirici proqramlar il ərzində yəni davam edir və hər zaman da uşaqlar çox böyük maraq göstərirlər. Yəni bu proqramlara həvəslə qatılırlar. Bəli, siz az sonra özünüz də şahidlik edəcəksiniz ki, bizim məktəblilər bu sərgi salonuna daxil olub necə maraqla rəssamın yaradıcılığını izləyəcəklər və öz gözəl yaradıcı nümunələrini ərsəyə gətirəcəklər. Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə uşaq şöbəsi yaradılan ilk muzeydir. Qeyd edeyim ki, muzeyimizdə 15 adda proqram həyata keçirilir, ustad dərsləri keçirilir, uşaq tamaşaları göstərilir və Xalça Muzeyinin uşaq şöbəsi mütəmadi olaraq bağçalarla, məktəblərlə əlaqədədirlər, əməkdaşlıq edirlər və onların muzeyimizə cəlb edilməsi istiqamətində işlər görürlər. Təkcə onu demək kifayət eləyir ki, ötən il bizim muzeyimizi 32 mindən çox uşaq ziyarət eləyib və mən qeyd edeyim ki, Azərbaycan Milli Xalça Muzeyi inklüziv muzeydir və inklüziv uşaqlar da bizim diqqətimizdən heç vaxt kənarda qalmır. Ötən il biz çox böyük bir layihə həyata keçirdik. Bu İsveçrə səfirliyi ilə birgə layihə idi. Burada 28 autizmli uşaq iştirak etdi. 3 ay müddətində burada kurs keçdilər. Onlar xalça toxumanın sirlərini öyrəndilər və çox böyük zövq aldılar bundan. İlk dəfədir muzeyə gəlir. İldə bir-iki dəfə gəlmişəm. Başqa hansı muzeylərdə olmusan məsələn? Xalça muzeyində olmuşam. İncəsənət muzeyi bu gün gəlir. İncəsənət muzeyinə gəlmişəm. İncəsənət muzeyinə ilk dəfədir gəlirəm. Burada əsərlər çox qəşəngdir, yəni diqqətimi çəkdi. Mümkün olduğu qədər yadımda saxlamağa çalışdım. Şəklimdə də milli rənglərdən daha çox istifadə etməyə çalışdım. Gələndə də ilk dəfədir muzeyə gəlirsən, yoxsa bundan əvvəl olmusan muzeylərdə? İlk dəfədir gəlirəm. Nə xoşuna gəldi burada? Burada daha çox əsərlər xoşuma gəldi və bülbül və quş əsərlərini daha çox sevdim. Bəs qiymətlər necədir Nuranə xanım? Azərbaycan Milli İncəsənət Muzeyində bizim sərgi zallarımızı və ekspozisiyamızı ziyarət etmək üçün uşaqlar üçün bilet 3 manat həcmində nəzərdə tutulub. Uşaqlar üçün qiymətlər adi tamaşaçı qiymətlərindən aşağı olduğunu bilirsiniz. Uşaq muzeyində bütün ustad dərslərində, yəni ödənişsiz iştirak mümkün deyil. Siz də bilirsiniz ki, çünki xam mal materiallar əldə olunur və buna görə standart bizdə təyin olunmuş qiymətlər var. Beləliklə, uşaqların muzeylərə erkən yaşlardan maraq göstərməsi, onların mədəni irsə bağlılığının formalaşmasına və dünya görüşünün genişlənməsinə müsbət təsir edir. Görünən odur ki, muzeylər qış tətilində də uşaqlar üçün ən maraqlı ünvanlardan biri olaraq qalmaqdadır.